Hamıya salam. Bugün bitənlər qutusundan gəlmişəm. İlk öncə bu Lador'un Wonder seriyasına olan şampunu. Bunun həm kremi, həm maskasını istifadə edirəm. Saçlarıma həcm verir, həm də çox gözəldir. Bitdikcə də aldığım məhsuldur. Latina'nın belə yağlı saç kremi var. Bütün saç tiplərinə gedir. Biraz ağırlıq eləyir. Çox az sürtməkdə fayda var. Farmstein belə bir kremi var, ginsengli. Mən bunu demək olar heç istifadə edə bilmədim. Çox quru dərilisiz, atopik dəriniz varsa istifadə etmək olar. Qoxusu da biraz ağırdır. Çox yağlı hiss buraxır. Ona görə istifadə edə bilmirəm. Lire'nin endirimdə düşərkən aldığım məhsulları var. Əl kremləri çox gözəldir. Digər əl kremləri kimi deyil. Yəni nə yağlı hissə buraxır, nə yapışqan. Tez hopur dəriyə, həm də çox gözəl parlaqlıq verir. Ona görə bu ikisini favorimdir. Bitdikcə də alıram. Bunlar da bitir. Kutusunu tullamışam, amma yenisini aldım. Forever markasının belə bir deodorant stiki var. Biraz bahadır, amma məncə həm qol altına ağar, gün boyu qalacaq, sağ illərdir işlətdiyim tək budur. Çox, yəni gördüyünüz kimi işlədə bilməmişəm. Oksidləşib, işlədə bilmədim. Baha olmasa da məncə dəymir. Yəni Sky High'ın belə bir bordo maskarası var. Əla uzatmasa da kiprikləri, qara kipriklərdə belə bilinir bordo olduğunu. Belə də keratin sütü, yəni sprey seçsəm bunu seçərəm. Həm daranmaqda, həm saçı istidən qorumaqda çox yaxşıdır. Belə Jigot'un Koreya markasıdır bu da. Qəşəng idi, amma məncə bundan da qəşəngləndirici var. Yəni Jiglanın belə transparent pudrası var. Bu bir ildən çoxdur işlədirəm. Göz altımda da o var. Məncə yaxşıdır. Yəni qiymətinə görə dəyər. Əgər belə videoların davam gəlməsini istəyirsinizsə, bəyənib takip etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.